Hoş geldin. Bugün çok kısa ama yani arkasında kifayet kadar büyük ve maraklı bir hikaye yatan haberi seninle birlikte detallı təhlil edeceğiz. Çox maraqlı mövzudur əslində. Söhbət yəqin ki çoğumuzun Komedi Hana şousundan tanıdığı aktrise Zarina'dan gelir. Yani o, göfereden özüne tamamıyla yeni iş tapıp. Senaridən və kameralardan uzaqlaşıb, belə deyək. Düzdü. O artık müəllimlik faaliyetine başlayıp, təsəvvür edersin. Ben bu haberi ilk görende reaksiyam sadece nece yani oldu. Çox adamda eyni reaksiya yaranıb. Çünkü kamera karşısında veya sahnede insanları güldürmekten, sinif otağında şagirdlerin dikkatini celbetmeye keçid etmek, yani bir növ tek neferlik tiyatrdan interaktif bir seminara keçmek kimidir. Kənardan baxanda tamamilə fərqli dünyalar kimi görünür. Ay sol. Ve sence bir komedya aktrisası olmak müəllimlikte bir üstünlüktü mü? Yani insanları eğlendirmek, bacarığı, o mürekkep bir dersi izah ederken çağrımıza gelebilir mi? Bilirsən, əlimizdəki o qısa mənbədə diqqət çəkən çox vacib bir detal var. İki söz xüsusi vurgulanır, tapdı və yeni iş. Yani bu sadece bir hobbi değil. Tamamilə. Bu sadəcə boş vaxtı dəyərləndirmək yox, ciddi bir peşəkar addımdır. Və əgər böyük mənzərəyə baxsaq, görərik ki, yaxşı komediya ilə yaxşı müəllimlik əslində eyni psixoloji təməl üzərində dayanır. Ama bir dəqiqə, yani komediya xaos, müəllimlik isə nizam-intizam tələb etmir mi? Şagirdləri davamlı güldürmək dərsi dağıtmaz. Bax elə ən böyük yanlış anlama da buradadır. Əsl məsələ şagirdləri sadəcə güldürüb xaos yaratmaq deyil. Bəs nədir? Yumorla dərsi necə birləşdirmək olar? Məsələ komediyanın o daxili mexanizmindən bir tədris aləti kimi istifadə etməkdir. Gəl bunun kognitiv tərəfinə baxaq. Niyə müəyyən komediya aktyorları bizi dərhal cəlb edir? Çünki bizi güldürürlər, yəni gözlənilməz nəsə edirlər. Dəqiq, onlar diqqətimizi qəfil və uyğunsuz gəlişmələrlə tutur. Öyrənmə prosesində də beyin çox vaxt yeni və mürəkkəb məlumata qarşı daxili bir müqavimət göstərir. Yumorsa bu kognitiv müqaviməti qırır. Yəni tələbənin öyrənməyə olan o qorxusunu aradan qaldırır. Ay sağ ol, tələbəni rahatladır və diqqətini kilidləyir. Eyni zamanda düzgün yerdə edilən bir zarafat beyində emosional lövvər yaradır. Emosional lövvər. Yəni illər sonra belə sən o quru faktı yox, məhz o faktın izah olunduğu gülməli anı xatırlayırsan və məlumat da o anla birlikdə geri qayıdır. Maraqlıdır. Yəni deyirsən ki, Zarina Komedixanada tamaşaçının nə vaxt sıxıldığını hiss edib səs tonunu dəyişməyi necə öyrənibsə, bəli, yəni indi eyni idarəetmə mexanizmini sinif otağında rahatlıqla tətbiq edə bilər. O sadəcə tamaşaçıları şagirdlərlə, komediya senarisini isə dərs proqramı ilə əvəzləyib. Tam olaraq belədir. Yəni əslində komediya bacarıqlarına sahib olmaq dərsi o darıxdırıcı akademik mühazirədən çıxarmaq üçün gizli bir silaha çevrilir. Düzdür. Auditoriyanı oxumaq, insanlarla emosional bağ qurmaq, bunların hamısı sahələr arası ötürülə bilən təməl bacarıqlardır. Bəli. Və yəqin ki, bunu dinləyərkən düşünürsən ki, yaxşı, bu xəbərin mənim karyerama və ya həyatıma nə aidiyyatı var? Yəni dinləyicimiz də buradan nəsə öyrənə bilər. Mütləq. Biz tez-tez unuduruq ki, fərdi bacarıqlarımız dar bir çərçivəyə, yəni sadəcə vizit kartımızdakı o iş adına sığmır. Bəli, biz adətən özümüzü bir işlə eyniləşdiririk. Mən mühasibəm deyib kənara çıxmırıq. Amma Zarina'nın hekayəsi göstərir ki, sahib olduğumuz bacarıqlar yalnız bir sahə ilə məhdudlaşmır. Çünki bacarıqlar əslində maye kimidir. Onları başqa qaba tökəndə çox asanlıqla o yeni mühitin formasını ala bilirlər. Belə deyək, sən bəlkə də dost məclislərində insanları əyləndirməyə, hamını başına yığıb hekayə danışmağı sevirsən? Və bu sənin hələ kəşf edilməmiş ən böyük idarə etmə gücündür bəlkə də. Düzdür. Bu qabiliyyəti ofisdə tətbiq etsən, bəlkə də komandanın motivasiyasını tamamilə dəyişərsən. Tamamilə. Və bütün bu müzakirə məni çox ciddi bir məsələ üzərində düşünməyə vadar edir. Hansı məsələ? Biz illərdə o ənənəvi, bəzən həddindən artıq ciddi və sıxıcı sinif otağı modelinə öyrəşmişik. Görəsən, gələcəkdə təhsil sistemi daha çox əyləncə, teatr sahəsindən olan insanları sinif otaqlarına cəlb etsəm, bu, təhsildəki o klassik stereotipləri tamamilə qıra bilərmi? Bəlkə də gələcəyin ən təsirli müəllimləri elə bugünün ən yaxşı hekayəçiləri olacaq.
Vay, təsəvvür etməsi belə həyəcan vericidir. Bu provokativ sualın cavabını və öz gizli bacarıqlarının harada işə yaraya biləcəyini düşünməyi isə sənin, yəni dinləyicimizin ixtiyarına buraxırıq. Aha, düşünməyə dəyər. Bugün mənbəmizdəki o qısa xəbərdən yola çıxaraq, bacarıqların necə gözlənilməz formalar ala biləcəyini öyrəndik. Növbəti dərin təhlillərdə görüşənədək.